Röya Ayxan, Eyyub Yaqubov, Aygün Kazımova və Azərbaycanın ən prestijli restoranlardan biri olan Elite Events Hub. Salam YouTube, mən Kamran Bəyəziz. Bugünkü toy çəkilişimizin backstage hallarını paylaşacağıq. Eləcə də orada bir çox tanınmış müğənniləri görəcəksiniz. Elə isə başlayaq. Hal-hazırda gördüyünüz Elite Events'in qonaqlar üçün nəzərdə tutulmuş yeridir, foyer hissəsidir. Çox elit bir yerdir. Özünüzdə ekrandan gördüyünüz kimi. Və restoranın Şadlıq Sarayının içinə girən zaman xoş aura yaranır. Və geniş zalı var. Hal-hazırda Elite Events'in yemək masasını görürsünüz. Ləziz yeməkləri var, Azərbaycan yeməkləridir. Bu isə bəylə gəlinin əyləşdiyi zaldır. Müxtəlif cür dekorlar olur, istəyə bağlı. Təbii ki də əlaqə nömrələrin hal-hazırda ekranda görəcəksiniz administratorun. Çox möhtəşəm yerdir, çox elit yerdir, həmçinin böyükdür. Min 200 nəfərlikdir və olduqca da çox möhtəşəm bir yerdir. Qonaqlarımız da olacaq da burada Aygün, Röya, Eyyub Yaqubov və bir sıra. Bu isə müğənnilərin səhnəsidir. Və bizim açılışımızdan qabaq belə bir musiqi heyəti qarşılayır. Olduqca da xanım müğənni çox möhtəşəm ifa edir. Səs tempri olsun. Bir sözlə çox möhtəşəm yerdir. Və dinləyək. Videonu bacardığım qədər qısa tutmağa çalışacağam. Bəzi yerlərimi verməyəcəm. Ümumiyyətcə bu toyun açılışını verəcəm. Bəylə gəlinin girişini ola bilsin ki vermədim. Çünki bəzən olur ki biz bəylə gəlin çəkilişini ümumiyyətcə vermirik. Hər tərəfdən sizə çəkib göstərmişəm ki zalın böyüklüyünü, mükəmməlliyini, işıq sistemlərinin çox qəşəng düzülüşə malik olduğunu görəsiniz və bəylə gəlinin Şadlıq Sarayına daxil olmasını hal-hazırda izləyəcəyik. Aparıcı burada möhtəşəm çıxışlar edir. Baxaq. Bəylə gəlinin üzünü verməyəcəm. Blurlayacağım. Açılışdan həmən sonra isə möhtəşəm rəqs kompozisiyasıyla açıq elan edirik. açılış rəqsini hal-hazırda izləyirsiniz. Azərbaycan adət-ənənələrinə uyğun möhtəşəm toy açılışını izləyirsiniz.
Hanımlar ve canaplar, Və Beynəngəlinin restoranına daxil olmağını hal-hazırda izləyəcəyik. Hüznün güzel ayetlerde sevgili canan. Gecemizin bu anında gecenin sevgi ve mehabbet resimini tabii ki gecenin sevgi ve mehabbet ifasıdır. Samir Zefer Özdemir. Açılışı Samir Cəfərov elədi. Şəhər məkanlarından birində çox gözəl, ruhum kimi bir gün yaşanır və mən əminəm bu gün sonuna qədər belə devam edəcək ki, bugün özel bir dansılı gündür. Hanımlar ve canaplar, ben az önce söyledim ki bugün müstakil Azerbaycanımızda yeni bir ailenin temeli kurulur ama bugün bu müstakil sözünün yanına artık gururla bütöv ve galip Azerbaycanımızda deyirəm ama bu galibiyet uğrunda canından, kanından geçen sinesini hərdən meydan eden Azerbaycan əsərləri oldu. Her zaman yüreğimizde daim adını bir ömürlü yaddaşlara yazan Mümmili Dikrim Seydar Əliyevin layıqlı siyasətinin layıqlı davamçısı Cənab Prezidentimiz İlham Əliyev və onun mübariz Azərbaycan ordusu bizə Qarabağ bizimdir. Bu Beynəngəlinin oturacağı idi və müğənnilərimizin çıxışı. Və Röya səhnəmizin ulduzu. Onu çox az çəkmiş. Çalışdım ki Röyanı hər bir kadrda çəkim, sağ, sol və uzaqdan ki siz restoranın ümumi görünüşünü daha yaxşı görəsiniz deyə. Röyanın çıxışından dərhal sonra Eyyub Yaqubov səhnəyə təşrif buyuracaq. Çalışacağım ki videoları 15 saniyədən və yaxud da 10 saniyədən çox verməyim ki videomuz bloka getməsin.
və Eyüp Yaqubov. Yaqubovdur ən sevilən, ən seçilən ifalarıyla. Gürültülü alqışlarla Eyüp Yaqubovdur. Yine gözlerine gülünsün Menemenden alanır Gülleri sardım sana şahtırma sizi Derdi galiba Eyüp Yaqubov da çox möhtəşəm boy aparır. Ən çox da üstünlük verdiyi janr isə lirik mahnılardır. Təbii ki, o gələndə ən çox dans oynayırlar. Və buradan da siz görürsünüz interyerini, bacardığım qədər sizin üçün hər tərəfdən çəkmişəm. Və süfrələrimizin bəzəyi olan aş. Qeyd edim ki, bunu Elite Events Hall hədiyyə kimi verir. Və Aygün Kazımova səhnəmizin divası. O gələn kimi həmçinin Röya restoran bəlkə çoxdur. Hoş gördük benim özlerim alnız yürekten birce salamlayıram. Hemşe en güzel günlerde görüşelim. Benim ve sizleri ama benim sizin sevginize çok ihtiyacım var. Çok. Qocalmayan müğənnimiz Aygün Kazımova. Çox səmimi və möhtəşəm toy aparır. Səhnə performansı da çox mükəmməldir. Amma son dönəm fikir verirəm ki, nəsə emosional boşluqdadır sanki Aygün xanım. Və o möhtəşəm səhnəmiz
siz özünüz də görürsünüz. Hətta konsert vermək olar burada. Şeran qrupu məclisə gəlib, onlar da mükəmməl toyları apardı, çox möhtəşəm idi. Bu da bizim konferansta, bizim deyəndə TV'si. Və məclisimiz sona yaxınlaşır. Belə dostlar, mən Kamran bəy Əziz, Azərbaycanda foto və video çəkilişlərlə məşğuluq. Özünüzə yaxşı baxın. Hələlik.